Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahillezî şeraha sudûrel mu'minîne bi envâril İslam. Vessalatu vesselamu ala Resulina Muhammedin hayril enam ve ala alihi ve ashabihil ikram. Esselamu aleyküm ve rahmetullah. Bu mübarek Mah-ı Şaban ümmeti Muhammed için ve milletimiz için hayırlı ve bereketli olsun. İstəyirik ki, sizinlə bir yerdə bu günləri Şaban-ı Şərifin, mübarək Mah-ı Şabanın fəziləti və Allah qatında girami Peyğəmbər əleyhissalatu vesselamın ayı olması səbəbilə özünə də necə sevgili olması və bizdən əvvəlki əcdadımızın da bu hədislərlə, alimlərimizin bu tövsiyələrlə əməl etməsi barəsində sizin xatirinizə bir söhbət iradə eləyək. Peyğəmbərimiz iki cahan günəşi Muhammed Mustafa sallallahu aleyhi və səlləm hədis-i şərifində buyurur ki, Şaban-ı şəhri, Şaban mənim ayımdır. Fəmən əzzəmə şəhrə Şabana, kim Şaban ayını əzəmətli tutarsa, fəqəd əzzəmə əmri, mənim əmrimi bir Peyğəmbər kimi mənim ümmətimə buyurmuş olduğum tövsiyələri, mənim əmrlərimi əzəmətli tutmuşdur. Və mən əzzəmə əmri, kim mənim əmrimi əzəmətli tutsa, kuntə ləhu fərətən və zuxran yevməl qiyaməti. Hər kim ki mənim əmrlərimi əzəmətli tutarsa, Şaban ayına dəyər verərsə, yəqindir ki, o mənim əmrimə önəm vermişdir. Mənim əmrimə hər kim önəm verərsə, onu böyük tutarsa, mən qiyamət günündə onun üçün öndər olacaq, ona yol göstərəcək bir qurtarıcı və yaxşı bir hazırlıq olaram. Məlumdur ki, insan öndərə möhtacdır. Onun gərəkdir ki, mənəvi dəyərlərini ona öyrədən bir Peyğəmbər öndəri olsun. Devlətini, millətini idarə edəcək bir öndəri olsun. Ailənin, valideyni, o ailənin öndəri olsun. Nəslin, əqrabanın bir ağsaqqalı bir öndəri olsun ki, məsləhətlə, məşvərətlə, onun yol göstərməsi ilə, onun həyatımıza işıq tutması ilə düşəcəyimiz problemlər və yaxud əldə etmək istədiyimiz nailiyyətlərə onlar öndərlik etsinlər. Qiyamət günündə də insanlar sərgərdan qalanda, nə xanlarda qalar xanlıq, nə sultanlıq, nə bəzirganlıq, körpü hündür, yol qaranlıq, ayaq tutmaz, yıxar səni. Həmin o qiyamət günündə insanlar sərgərdan qalanda onlara bir öndərin olmasını ehtiyacı olacaqdır. Peyğəmbərimiz əleyhissalam buyurur ki, Şaban ayına ehtiram eləyən adam mənim əmrimi, mənim sözümü əzəmətli tutmuşdur və hər kim bunu edərsə, qiyamət gündə mən onun öndəriyəm və hər bir insan da eyni zamanda istəyir bir evində mərəkə, bir məclis qurur və yaxud da ki, bir ev tikir, bir hazırlıq görür ki, bir bişinti eləsin və s. bir məclis qursun. Onu birdən ortaya çıxartmaq, hasil eləmək mümkün deyil. Onun mərhələlərlə hazırlığı görülür və nəticə etibarilə bir günlər o işi vücuda gətirəndə, hasil eləyəndə, ortalığa çıxardanda, o işi ortalığa çıxartmaq üçün daha doğrusu təşəbbüs edəndə əvvəlcədən yığmış olduğu, hazır etmiş olduğu o şeyləri, o hazırlıqları tətbiq etməklə niyyətində olan o şeyi hasilə yetirmiş olur. Peyğəmbər əleyhissalam buyurur ki, Şaban ayını hörmət eləyən adam, əzəmətli tutan mənim əmrimi məndən yaxşı hazırlıq görə bilməz. Çünki Peyğəmbərimiz əleyhissalam Allah-u Teala'nın girami, sevgili quludur. Qiyamət gününün şəfaətçisidir, rəhmətən lil aləmindir. Qiyamət günü Allah-u Teala'nın qatında onun yalvarmasıyla, şəfaət etməsiyle sözü keçicidir və Peyğəmbər əleyhissalam buyurur ki, bundan daha yaxşı bir hazırlıq görə bilməzsiniz. Bəli, digər bir hədisdə yenə Peyğəmbərimiz əleyhissalam buyurur ki, Fədu rəcəbə alə sair şuhur, Rəcəb ayının digər ayların üzərinə fəziləti kəfəzl Qur'an alə sair kəlam. Qur'an-ı Kərimin digər kəlamların
Tevratın, İncilin, Zəburun üzərinə fəziləti kimidir? Və fədlü Şaban ələ sair şuhur, Şaban ayının digər ayların üzərinə fəziləti kəfəzli ələ sairil ənbiya, mənim sair peyğəmbərlərin üzərinə fəzilətim kimidir. Və fədlü Ramazan ələ sair şuhur, Ramazan ayının digər ayların üzərinə fəziləti kəfədlillahi Teala ələ sairi xəlqihi, Allahu Teala'nın sair başqa yaradılmışların üzərinə, masivarın üzərinə fəziləti kimidir. Demək ki, Ramazan ayı ki qarşıda gəlir, Rəcəb və Şaban ayı həm düşüncə etibarilə, mənəvi duyğular etibarilə və həm də bədənimizin Ramazan ayındakı oruca hazırlıqlı olması etibarilə bir hazırlıq mərhələsidir. Və Rəcəb bu hədisdən də bildiyi kimi artıq onun bacardığımız qədər, nəfsimiz insaf etdiyi qədər əməllərini icra edib artıq ötürmüşük, o keçmişdir. Şaban ayındakı hazır yaşamaqdayıq. Şaban ayı artıq əlimizdədir. Böyük bir fürsətdir və bu mənimdir. Peyğəmbərimiz əleyhissalam buyurur ki, digər peyğəmbərlərin üzərinə fəzilətim kimidir? Ta gəlirsən Ramazana, Allah necür fəzilətlidir yaratdıqlarının üzərinə, artıq Ramazanda o fəziləti əldə etməyə inşallah ki, nail olacaq ki, Allahın rəhmətini qazanaq. Digər bir hədisdə yenə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Təhhiru ənfusakum li Şaban, bədənlərinizi, daha doğrusu nəfslərinizi, nəfsani duyğularınızı Şaban üçün tahir edin, təmiz tutun. Və əhsinu niyyətəkum fihi, və niyyətlərinizi də gözəlləşdirin. Bilirsiniz ki, əməllər iki şeyə bağlıdır. Birinci, əməlin özüdür ki, sünnətə uyğun olmalıdır. Əməldən əvvəl də möminin niyyətidir ki, etmiş olduğu əməlin qəbul olunmasına səbəbdir. Peyğəmbər əleyhissalam buyurur ki, sizin niyyətləriniz əməllərinizdən daha yaxşıdır. Niyə? Çünki bir bəndə əgər düşüncələri özü barəsində, digər insanlar barəsində, çevrəsi barəsində, həyat barəsində gözəldirsə, gözəl düşüncəli, niyyətli adamdırsa, o düşündüklərini və planlaşdırdıqlarını, niyyətlərini hasilə yetirə bilməsə də, buna yaşı, ömrü, maddi imkanları əl verməsə də, amma onları etmişcəsinə Allah Teala ona savab yazır. Onun üçün də Peyğəmbərimiz əleyhissalam buyurur ki, həm bədənlərinizi, yəni nəfslərinizi təmiz tutun, həm də niyyətlərinizi gözəlləşdirin. Rəcəb və Şaban ayında Ramazan ayına qədər keçdiyimiz o aylarda, xüsusən də Şaban ayında niyyətlərimizi gözəl tutmaq, gözəl düşünmək, gözəl görən gözəl düşünür. Gözəl düşünmək və o gözəl düşüncələrlə Ramazan ayına gəlmək lazımdır. Görürüz ki, arada özümüzdən şikayət edirik. Deyirik ki, nə olsun filan kəs oruçdur, amma belə bir əməlin sahibidir. Özü oruçdur, amma yalan danışır. Özü oruçdur, amma ailəsi ilə yaxşı keçinmir, amma özü oruçdur, filan işlərin sahibidir. Niyə? Çünki o Ramazan ayından əvvəl niyyətlərini gözəlləşdirməyib, o nəfsini tahir etməyib, təmiz tutmayıb. Gərək ki, buradan başlayasan, Ramazana gəlib çatanda artıq sənin mənəvi duyğuların Ramazana layiq olsun. Bəli, hədisin davamında Peyğəmbərimiz buyurur ki, فَإِنَّ اللّٰهَ عَزَّ وَجَلَّ فَدَّلَ شَعْبَانَ عَلَى سَائِرِ الشُّهُورِ كَفَدْلِي عَلَيْكُمْ. Buyurur ki, niyə niyyətlərimizi və gözəl tutmalıyıq və nəfslərimizi təmiz tutmalıyıq? Çünki Allah-u Teala, Peyğəmbər buyurur ki, məni sizin üzərinizə üstün etdiyi kimi Şaban da digər aylardan üstün etmişdir. Mən necə ki üstünəm, Şaban da eləcə üstündür. O üstünlüyü qazanmaq üçün, ondan faydalanmaq üçün digər hədislərdə, hadisələrdə sizin xatirinizə ərz eləyəcəm. Şaban ayında mənəvi hadisələr baş verir ki, bir qul həmin mənəvi hadisələrlə həşr nəşr olanda, o mənəvi hadisələrlə ünsiyyət eləndə,
ondan onun qəlbi, düşüncələri, ruhani aləmi istifadə etmiş olur. Bəli. Qulağımız eşidir ki, bəzən yoldaşlar videolar bizə atırlar digər şəxslərin və yaxud da ki, şifahi olaraq bizlərə bildirirlər ki, bir para adamlar İslam adına danışıb deyirlər ki, Rəcəb və Şaban ayının digər aylardan heç bir üstünlüyü yoxdur, belə bir xəbər yoxdur kitablarda. Peyğəmbər belə hədislər buyurmuyub və Rəcəb, Şaban da digər aylar kimi sadə aylardan birisidir. Bilirsinizmi? Belə bir misalla fikrimi sizə izah edim. Böyük alimlər, o seçilmiş düşüncə sahibi olan alimlər hər hansı bir əsəri yazırlar. Bir şeyi ixtira edirlər, elmi bir məsələni. Sonradan gələn onlar kimi və ya onlar kimi olmasa da bəzi düşüncə sahibləri o əsərlərin, o ixtiraların şərhini verirlər cəmaata. Sıravi insanlara onların başa düşəcək şəkildə izahatını verirlər. Məsələn, tutalım ki, kitab yazılır. Tənqidçilər o kitab barəsində öz fikirlərini yazırlar. Və yaxud da bir Füzulini, böyük bir Nizaminin əsərindən bir rəhmətullah aleyhim bir mövzunu götürürlər və onun üstündə işləyirlər və elmi dərəcə alırlar, elmi ad alırlar. Və yaxud da ki, bir filmi, bir tamaşanı tənqidçilər tənqid eləyirlər, yaxşı və uğursuz tərəflərini izah eləyirlər. Bizim İslam alimləri Peyğəmbər əleyhissalam deməsə belə, onun demiş olduğu o məsələləri xalqın başa düşəcəyi bir şəkildə onlar izah edirlər. Onların bəsirətləri, mənəviyyatları açıq olduğundan onlar həmin buyurulan kəlamların mənəvi tərəfini görür və xalqa izah edirlər. Onları bu məsələlərə qınamaq olmaz ki, Peyğəmbərin devrində bunlar yox idi. Əksinə, Peyğəmbər əleyhissalatu vesselam onları deyibdir. Bəlkə sətiraltı mənalarda deyibdir, amma onlardan hökm çıxartmaq, onları xalqa izah etmək Peyğəmbərdən sonra gələn alimlərin boynunun borcudur. O səbəbdən də Allah-u Teala buyurur ki, وَلْاُولِ الْأَمْرِ مِنْكُمْ və sizdən olan əmr sahiblərinə tabi olun. Bu alimlərdən birisi də Əbu Bəkir Əl-Vərraq Əl-Bəlhi rəhmətullah aleyh həzrətləridir. Görün ki, nə gözəl vəsf eləyir Rəcəb, Şaban və Ramazan ayını ağlımıza, düşüncəmizə yaxınlaşdırır. Və buyurur ki, Rəcəb günahları tərk etmək, Şaban ibadətlərə yönəlmək, Ramazan isə dərəcələri əldə etməyi təmənni etmək aylarıdır. Başqa bir yerdə yenə buyurur, əgər il bir ağac kimi düşünsək, bir ili ağac kimi düşünsək, Rəcəb o ağacın yarpaqlanma dövrüdür, Şaban isə meyvə vermə dövrüdür, Ramazan isə o meyvələrin toplanma dövridir. Və bu məhsulları, yetişən bu məhsulları, mənəvi meyvələri toplamaq isə ancaq möminlərə müyəssər olacaq. Allah-u Teala Quranda buna oxşar ayələr də deyir ki, iman möminlərin qəlbində kök atmış bir ağac kimidir. O ağac göylərə qədər, ərşin altına qədər uzanır və mərifət meyvələri verir. Və bunun kimi də əgər il bir ağacdırsa, bunun yarpaqlanma devri, Rəcəb meyvəyə düşmə devri, Şaban o meyvələr toplamaq isə Ramazan ayının öhdəsinə düşür və bunda ancaq möminlər eləyir. Yəni, etinasız olanlar Rəcəbə, Şabana, Ramazanda onun meyvələrini lazımı qədər toplayıb istifadə edə bilmirlər. Yenə buyurur ki, ibadət toxumunu Rəcəbdə ekməyən, Şaban ayında da o toxumu göz yaşı ilə sulamayan, Ramazandakı rəhmət meyvələrini, məhsulunu necə əldə edə bilər? Gör, nə gözəl bizim üçün bunu şərh etdi Əbu Bəkir radiyallahu anh, rəhmətullah aleyh həzrət, Bahil həzrətləri. Həqiqətən də mən şəxsən belə mömin adamlar görmüşəm. Onlar məsəl üçün Rəcəb ayında xüsusi olaraq bu Rəcəb ayının
ibadətlərini, oruclarını, əhyələrini saxlayardılar. Şaban ayında, Şabanda xüsusi hadisələr baş verib. Onu da sizin üçün inşallah bu günləri ərz eləyəcəm. Göz yaşları ilə, Peyğəmbər sevgisi ilə Şaban ayında o toxumları sulayırlar və Ramazan ayında da o rəhməti əldə edirlər. Bunu etməyən adamdır. Nə cür Ramazan ayından istifadə eləyə bilər? Digər bir yerdə yenə buyurur ki, Rəcəb tövbə etmək ayıdır. Şaban məhəbbət ayıdır. Ramazan isə Allah-u Teala'ya mənən yaxınlaşma, qurbiyyət ayıdır. Yenə buyurur ki, Rəcəb Allah-u Teala'nın məğfirətinə, Şaban Peyğəmbər sallallahu aleyhi və səlləmin şəfaətinə, Ramazan isə savabların qat-qat edilməsinə məxsus edilmiş aylardır. Demək ki, Rəcəb ayında özünü toparlayan fikirlərini, əməllərini şəxs nə etmiş olur? Allah-u Teala'ya özünü bağışlatmış olur. Şaban ayında Peyğəmbər əleyhissalatu vəssalama hörmət, ehtiram etdiyi üçün deyəcəyim səbəblərdən Peyğəmbərin şəfaətinə nail olmuş olur və savabları da qat-qat çoxalmış olur. Savablar da nədir? Yenə də alimlərimiz buyururlar ki, digər aylarda edilən bir dənə savabı 10 misli, demək ki, istənilən bir adam Quran oxuyur. Mən Məkkədə o vaxtı Quran kursuna getdim. Orada bizim müəllimimiz Şeyx Muhammed deyirdi ki, Vahidül hərfül Quran xayrun min kulli əzkar. Quranın bir hərfi bütün zikirlərdən fəzilətlidir. Vahid hərf 10 həsənə. Bir hərf 10 savab. Demək ki, digər aylarda Quran oxuyursan, sədəqə verirsən, namaz qılırsan, nə edirsənsə birə bir deyil. Birə 10 Allah-u Teala öz lütfü ilə mükafat verir. Amma Rəcəb ayında edilən bu savablara Allah-u Teala 70 qat savab verir. Şaban ayında 700 qat savab verir. Ramazanda isə 1000 qat edilmiş olan savablara, yaxşı əməllərə mükafat verilir. Nişaburi adında rəhmətullah aleyh böyük bir İslam alimi vardır. O da buyurur ki, Rəcəb dəstəmaz kimidir. Şaban isə paltar geyinmək kimidir. Ramazan da namaz qılmaq kimidir. Rəcəbdə yalvarıb, nida eləyib Allah-u Teala'ya təzərru, təmənni, iltica etməklə dəstəmaz almayan, Şabanda vəfa libasını eyninə geyinməyən Ramazanda nə cür namaz qıla bilər? Yəni bu mənəvi baxımdan bunu şərh eləyir ki, necə ki bir adam namaz qılmaq üçün dəstəmaz almalıdır, eyni abır-həyanla geyinib namaz qılmalıdır. Əslində elə Rəcəb ayı Allaha dua edib, yalvarıb, yaxarmaqla dəstəmaz almaq kimi, Şaban ayı gözəl libaslar geyinmək kimi, Ramazan ayı da mənən namaz qılmaq kimidir. Namaz nədir? Çünki namaz elə bir ibadətdir ki, Allah-u Teala onun barəsində Əstəğfirullah billah vəscud vəqtarib buyurur. Sadaqallahul əzim, səcdə edin və Allah-u Teala'ya səcdə et və yaxınlaş buyurur. İnsan səcdə etməklə Allah-u Teala yaxın olmaqdan başqa digər heç bir ibadətlə Allah-u Teala'ya yaxın ola bilməz. Demək ki, namazdan misal çəkir ki, namazdan öncə bu hazırlıq lazım olduğu kimi, Ramazandan əvvəl də sənin mənən yaxınlaşmağın, mənən dəstəmaz almaq və mənən geyinmək kimi və namaz qılmaq kimi bir hazırlıq prosesidir. Yenə Nişaburi buyurur ki, rəhmətullah aleyh, Rəcəb-i Şərif bədənin təmizliyi, Şaban-ı Şərif qəlbin təmizliyi, Ramazan-ı Şərif isə ruhun təmizliyi üçündür. Rəcəb-i Şərifdə bədənini, Şaban-ı Şərifdə qəlbini təmizləməyən, Ramazan-ı Şərifdə ruhani o əhvalı, ruhani o dərəcələri nə cür əldə edə bilər? Demək ki, Ramazandakı qapıların, cəhənnəm qapılarının bağlanması, cənnət qapılarının açılması, şeytanların bağlanması, Allah-u Teala'nın hər gecə nəzər yetirməsi, Xatirətül Ərzdən mələkləri göndərib möminlərə toxunması, Qədir gecəsində mələklərin möminlərinə əlbəl
görüşməsi kimi mənəvi feyzləri əldə etmək üçün inanc mənəvi bir şeydir, metresi yox, tərəzisi yox. Qarşındakı adamın ya inanır, ya inanmır. Onu sən hardan bilə bilərsən ki? O mənəvi bir haldır. Mən inanırammı, inanmırammı? Həzrət Ömər ölüm döşəyinə yatanda, zərbətlənəndə Peyğəmbər Əleyhissalatu vesselamın Mədinə münafiqlərinin siyahısını öyrətdiyi sahabəni çağırır və ona yalvarır ki, o siyahıda mənim adım varmı, yoxsa yoxdurmu? Çox nadir. Mömin dünyada olduğu müddətcə, keçmiş söhbətlər demişik, axirəti barəsində nagiran olan adamdır. Həmişə narahatçılıq içindəki axırı necə olacaq? Və bu bir mənəvi bir şeydir. Dindar olmaq. Onu maddi tərəfi yoxdur əslində. Və burada da deyilir ki, bir insan əgər ki Rəcəb şərifdə bədənini, Şaban şərifdə qəlbini təmizləməyibsə, Ramazan şərifdə o ruhani o təmizliyi, Allah-u Teala'ya qarşı qəlbindəki agahlığı, Allah-u Teala'ya qarşı olan yəqinliyi, aynəl yəqin gözü ilə görürmüşcəsinə, haqqal yəqin haqqı ilə bilirmişcəsinə o imanı əldə etməyi necə elə bilər? Əgər Rəcəb və Şabanda o mənəvi yolu keçməyibsə. Bəli. Abdülqadir Gilani Həzrətləri Qudüsə Sirru Qur'an-ı Kərimdə Qəsas surəsi 68-ci ayəni təfsirini belə verir. Buyurur ki, Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və rabbuka yaxluqu ma yeşa'u və yaxtar. Sadaqallahul azim. Sənin Rəbbin istədiyini yaratır və istədiyini də seçir. Yaratmaq və hansı şəkildə, hansı vaxtda yaratmaq Allah-u Teala'ya məxsusdur və yaratmış olduqların içərisində neyi, kimi seçməyi də yəni ona məxsus bir şeydir. Bu ayənin təfsirində buyurur ki, Allah-u Teala mələklərin içərisindən Cəbrail, Mikail, İsrafil və Əzrail əleyhissalamı yaradıb, onların içərisində Cəbrail əleyhissalamı tərcih edib. Peyğəmbərlərin içərisində İbrahim, Musa, İsa, Muhammed salavatullah salamu aleyhim əcməin peyğəmbərləri seçibdir, amma onların içərisində Muhammed Mustafanı tərcih edibdir. Səhabələrin içərisində Əbu Bəkr, Ömər, Osman, Ali, Çar Yarugizin Rızvanullah Teala aleyhim əcməini seçibdir, amma onların içərisində hətta da Əbu Bəkri tərcih edibdir. Allah-u Teala məscidlərin içərisində Məscid-i Həramı, yəni ki, Kəbəni, Məscid-i Nəbini, yəni Peyğəmbərimiz Əleyhisselam Mədinədəki məscidi, Məscid-i Əqsanı Fələstindəki Peyğəmbərin meyraca ucaldığı məscidi və Musa Əleyhisselam Allahla danışdığı Tur-i Sina məscidini seçibdir, amma onların içərisində Məscid-i Həramı, yəni ki, Kəbəni tərcih edibdir. Günlərin içərisində Ramazan bayramının gününü, Qurban bayramının gününü, Ərəfənin gününü, yəni Qurban bayramından bir gün qabaqki günü və Aşura gününü seçibdir, amma onların içərisində Ərəfə gününü tərcih edibdir. Yəni Qurban bayramından bir gün qabaqki Ərəfə gününü hacıların hacda vəqfəyə durduğu Ərafatdakı günü bütün günlərin içərisində, cümlə bu 4 günün içərisində tərcih edibdir. Gecələrdən Bərat gecəsini, Qədir gecəsini, Cuma axşamını və bayram gecəsini, Qurban və Ramazan bayramının gecələrini seçibdir, amma bu gecələrin içərisində Qədir gecəsini tərcih edibdir. Bu minvalla bunları sayır, şəhərləri və dağları, çayları və nəhayətdə deyir ki, ayların içərisində Rəcəb-i Şərif, Şaban-ı Şərif, Ramazan-ı Şərif və Mühərrəm-i Şərif aylarını seçibdir. Amma onların içərisində Peyğəmbərin ayı olduğu üçün Şaban-ı Şərifi tərcih edibdir. Bəli, möhtərəm cəmaət. Şaban ayı seçilmiş bir aydır və biz də əgər istəyiriksə ki, axirətimiz üçün əməl dəftərimizdə fəzilətli əməllər olsun ki, onlardan qiyamət gündə faydalanaq və dünyada üzümüz ağ, qəlbimiz təmiz və mömin kimi yaşı və özümüzdən sonra gələn nəsillərimizə də İslamiyyəti, bu pak, gözəl, ülvi dini estafeti vermiş ola. Lazımdır ki, bu tərtibat üzərinə ömrümüzü diqqətə alaq və Şaban ayına da hörmət eləyək. Yenə diqqətinizə çatdırıram ki,
Şaban ayı Peyğəmbər əleyhissalamın ayı olduğundan və burada edilən hər bir savaba 700 qat savab yazıldığından, Allah-u Teala özünə giran bir ay seçdiyindən Peyğəmbərimiz əleyhissalamın hörmətinə bu ayda lazımdır ki, günahlardan da pəhrizkar olaq Peyğəmbərə və Allaha hörmət mənasında. Çünki Peyğəmbərimiz əleyhissalam hədis şərifində buyurur ki, "Mən əzzəmə Şaban, kim Şaban ayını əzəmətli tutsa, vəttəqallahu Teala və Allah-u Teala'dan qorxsa." Qorxmaq nə deməkdir? Allahın xətrini yıxar, Peyğəmbər əleyhissalamı üzün qara çıxartar. Peyğəmbər onun o əməllərinə görə ortalığa çıxanda utanar. Deyərək, Şaban ayını əzəmətli tutsa və Allah-u Teala'dan qorxsa və əmilə bi taatihi və itaətlə əməl etsə. Axtarır, araşdırır, qulaq asır əfəndinin söhbətinə, özü kitab oxuyur, bir hədis, bir salavat, bir ayət, bir hansı bir əməl Şaban ayına müvafiq. Tövbə etməklə, gecə namazları qılmaqla, təsbih namazı qılmaqla, qəzalarını qılmaqla, oruç tutmaqla taat etsə və əmsəkə nəfsəhu anil məsiyə, öz canlı nəfsini məsiyyətdən, günahdan təmizləsə. Qəfərallahu Teala zunubahu, Allah-u Teala onun günahlarını bağışlayar və əmanəhu min kulli ma yakunu fi tilkəs sənəti minəl bəlaya vəl əmradi kulliha və o ilin içərisində başına gələ biləcək bəlalardan və o ilin içində başına gələcək xəstəliklərdən onu əmin edər. İstəyirsə ki, insan xəstələnməsin və xəstəlik indi olacaq. Allah-u Teala bizi onunla təmizləyir. Amma eybəcər xəstəliklər var. Məsəl üçün, yara xəstəliyi kimi insanın ağlı başından çıxmaq, sonra ətrafdakı insanların qəlbində, gözündə ikrah hissi yaratmaq kimi xəstəliklər olur. Sonra dəhşətli ağrılar olan, yəni bunlar olmasın deyə Şaban-ı Şərifdə bu sayılan, zikr olunan qaydaya əməl etməkdə fayda vardır. Yenə kitablarda yazılır ki, Şaban-ı Şərifdə bəzi mühüm hadisələr baş vermişdir. Niyə Şaban giramidir? Həm Allahın, həm Peyğəmbərin qatında bu şiddətlə də bizə tövsiyə olunur. Bu Şaban ayında baş verən hadisələrdən birisi budur ki, Məkkə müşrikləri yanlarına da Yahudi alimlərini alaraq Peyğəmbər əleyhissalamın yanına gəlirlər və Peyğəmbər əleyhissalamı çıxılmaz bir yerə salmaq, onu aciz qoymaq və əfəl hala salmaq, ətrafındakı insanların gözündən salmaq niyyəti ilə olması mümkün olmayan bir şey deyirlər, təklif edirlər və deyirlər ki, əgər sən ayı göydə bölsən, ay 2 parı olsa, biz sənə iman gətirəcək. Peyğəmbər əleyhissalatu vesselam onlara deyir ki, İn fəaltü tu'minu, əgər mən bunu etsəm, siz iman gətirəcəksinizmi? Onlar da söz verirlər ki, və arxayındılar ki, bu olmayacaq bir şeydir. Biz iman gətirəcək, əgər bu olsa. Peyğəmbər əleyhissalatu vesselam Allah-u Teala'nın öyrətməsi ilə, Cəbrail əleyhissalam bildirməsi ilə mübarək əlini aya uzadır və ay 2 yerə bölünür və Peyğəmbər əleyhissalam onlara üzünü tutaraq deyir, buyurur ki, İşhədu, şahid olun. İstədiyiniz kimi ay 2-yə bölündü. Yəni növbə sizindir ki, iman gətirəcəksiniz. Onların içərisindəki o qürur, onların içindəki o təkəbbürlük, o özlərinə məxsus olan o eybəcərlik, qartmaq bağlamış qəlbləri Peyğəmbər əleyhissalatu vesselama iman gətirmək, təsdiq etməyə imkan vermir. Və onlar Muhammed bizə sehr eləyib, göz bağlıca eləyib və bizə belə gəlir ki, ay bölündü deyərək iman etməkdən çəkinirlər, sözlərində durmurlar. Allah-u Teala Qur'an-ı Kərimdə Qəmər surəsini Euzubillahimineşşeytanirracim İqtaribis-saatu və enşaqqal-qəmər ayə-i cəlləsini, surə-i şərifəsini nazil eləyir. Bu hadisə Şaban ayında baş veribdir, ayın bölünməsi. Digər mühüm və böyük hadisələrdən birisi, görürsünüz ki, bir tələbədir, çox gözəl oxuyur. Ona nə edirlər? Universitetdə stipendiya verirlər və yaxud da ki, xüsusi ona məxsus mükafatlar verirlər.
və ya daha yaxşı oxuyursa ona prezident təqaüdü verirlər. Stipendiyası verirlər daha doğrusu. Prezident stipendiyası verirlər. Bir adamı ki, bir şəxsi ki Allah tərif eləyir. Orada bizim danışmağımıza onu tərif eləməyə nə hacət var? Allah-u Teala Qur'an-ı Kərimdə Peyğəmbər əleyhissalatu vesselama xəbərdar edici, sonra ona məsuliyyət altına salıcı ayələr nazil edir, sözlər dediyi kimi və eyni zamanda ona buyurur ki, Şaban ayında ayə nazil olur Cəbrail əleyhissalam tərəfindən və buyurur ki, Estaizu billah. İnnallâhe ve melâiketehu yusallûne alen-nebî. Bunda heç bir şübhə yoxdur ki, Allahu Teala və Allahu Teala'nın mələkləri Peyğəmbər əleyhissalamın üzərinə salavat gətirirlər. Ya eyyuhellezine amenu. Ey iman gətirənlər, siz də onun üzərinə salavat və salam gətirməklə təslim olun. Əgər deyilsə ki, bir bəndənin hansı işi Allahu Teala'nın işinə bənzəyir? Bu salavat-ı şərifədir, möhtərəm cəmaat. Çünki Allah da Peyğəmbərə salavat gətirir, mələklər də və möminlər də Peyğəmbərimizə salavat gətirirlər. Burada Allah-u Teala Peyğəmbərimizə salavat gətirir. Nə deməkdir? Allah biz salavat gətiririk ki, ən avam adamlar əli belə üzə çəkməyi salavat bilirlər. Biraz avamlıqdan çıxıb, yəni əli üzə çəkmək salavat deyil, salavat Peyğəmbərin üzərinə Allahümme salli ala Muhammedin və ala ali Muhammedin və səllim deməkdir. Və əleyhissalatü vesselam deməkdir. Hətta öz dilimizdə belə Əs-salatu vəssalam olsun sənə ya Muhammed alinə, əshabinə deməsi də salavat-ı şərifədir. Bəs Allah necə salavat gətirir? Alimlər buyururlar ki, salavat sözü deyəndə biz belə düşünməliyik. Allahümme ya Allah salli. Salavat olsun Muhammedə və onun ailəsinin üzərinə. Yəni bu səllidən, bu salavatdan məqsəd nədir? Peyğəmbərlik missiyasını qiyamət gününə tamamlamaq üçün Allah-u Teala'nın onu bu işdə müvəffəq etməsi və mələklərin bu yolda Peyğəmbərə kömək etməsi, möminlərin də Peyğəmbərimiz əleyhissalamın gətirmiş olduğu şəriət-i qərraya, Peyğəmbərimizin sözlərinə, dininə tabe olması, hərəkətləri ilə, düşüncələri ilə, halları ilə tabe olması salavat şərifə demək. Demək ki, Allahümme salli ala Muhammedin və ala ali Muhammed deyəndə Allah-u Teala'nın mələklərin ona yardımı, möminlərin ona tabe olması xəyaldan keçirilərək Peyğəmbər əleyhissalam üzərinə salavat-ı şərifə gətirmək lazım. Möhtərəm cəmaat, salavat gətirmək çox fəzilətlər var. İnşallah, əgər siz də bizdən tələb etsəniz, məni sıxışdırsanız və mənə rahatlıq verməsəniz, mən bu barədə sizin ki, inşallah bir gün salavat şərifənin fəziləti barəsində bir söhbət quraram. Cəmaləddin Qumuqi rəhmətullah aleyh buyurur ki, bir adam əgər yolunu itirsə, bir mürşid tapmasa ki, tabe olub, irşad olsun, o salavat şərifənin çəkməyə davam etsin. Hər daim Peyğəmbər əleyhissalamın üzərinə salavat gətirsin, 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 gətirsin. Doymasın salavat şərifə gətirməkdən. Allah-u Teala ona düşmüş olduğu o çətinlikdən bir çıxış yolu göstərəcəkdir. Onun sevgilisinin adını tutmaq nə deməkdir? Həbibim, Həbibim deyib Allah-u Teala ona. Və salavat şərifə gətirən adam mütləq doğru yol tapacaqdır. Çətinlikdən də çıxacaqdır. Ən mühüm məsələlərdən birisi Peyğəmbər əleyhissalam buyurur ki, siz mənim üzərimə salavat şərifə gətirəndə mən həyatda olmasam belə, qəbirdə olduğumda Allah Teala mənim qəbrimə bir dənə mələik göndərəcək. O sizi ad-bad bilir. Siz salavat gətirəndə o mənə xəbər verəcək. Filan kəsin oğlu filan kəs sənə salavat şərifə oxudu. Mən də qəbrimdə oturaram və onu, o salavatını, o salamını qəbul eləyərəm buyurur Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Möhtərəm cəmaat, həm özümüzün, həm də valideynlərimizin adının, oğlu Peyğəmbərin dərgahında adımızın çəkilməsi üçün onun üzərinə salavat şərifə gətirməkdən böyük saadətli iş nə ola bilər? Möhtərəm cəmaat, dünyada ən müqəddəs yer Kəbə sayılır. Amma Kəbədən də müqəddəs bir yer sizə xəbər verimmi? Bu, Peyğəmbər əleyhissalamın rövzəsində, qəbr-i saadətində onun bədəninə toxunan torpaq Kəbənin özündən belə qiymətlidir. Mələklərin pərvanə etdiyi bir yer və sizin adınız
Peyğəmbərin dərgahında çəkiləndə onun xeyir duası sizin üçün, özünüz üçün və nəsliniz üçün, evladlarınız üçün bir nicat mənbəyidir. Bir adamın işinin düzəlməsi üçün mütləq onun dayda olmalı deyil. Bir adamın işinin düzəlməsi üçün, bəla və müsibətdən qurtulması üçün mütləq onun pulu olmalı deyil, vəzifəsi olmalı deyil. Bu dünya işlərdir. Vəzifədə olan adamın da özünə görə öz dərdi səri var. Pulu olan adamın da o pulu qədər və ya ondan 10 dəfə çox onun problemi var. Arxa köməyi olan adamın sərsi gündə arxa kömək saydığı adamlar onun düşməni olur. Möhtərəm cəmaət, əgər istəyirsinizsə ki, dünya və axirət saadətini əldə edəsiniz, Peyğəmbər əleyhissalatü vəssalamın üzərinə salavat şərifəni çox-çox gətiriniz. Və bu salavat şərifi ayəsi bu Ramazan ayında, bu Şaban ayında nazil olubdur. Bismillah. Şaban ayında baş verən bir digər hadisə budur ki, Peyğəmbərimiz əleyhissalatü vəssalam hədis şərifində buyurur ki, şübhəsiz Allah Əzzə və Cəl hər il Kəbəyə bir təcəlli eləyir. Yəni nəzər yedir, xüsusi, məxsusi bir təcəlli eləyir. Həmin Allah-u Teala'nın Kəbə-i Müəzziməyə, bizim qibləmizə təcəlli etmiş olduğu zaman möminlərin qəlbləri Allah-u Teala'ya şövqlə dolmuş olur. Allah-u Teala'ya inanmaq, görmədiyin Allah-u Teala'ya görə canından keçmək, bizim şəhidlərimiz, Şühədai Bədir, Şühədai Uhud, Şühədai Dəştü Kərbəla və bizim bu şəhidlərimiz ən girami sevgili bir nemət olan canlarını Allah-u Teala'nın yolunda niyə verdilər? Niyə verirlər? Niyə görmədikləri Allah barəsində görmüş kimi aşiqlər gecələr göz yaşları tökürlər? Allah-u Teala'ya müştaq olanlar tükləri Allah deyəndə ürpərir. Niyə əllərində bu qədər günahlarla, əllərində bu qədər imkanlarla, günahlarla üzbəüz gəldikləri halda, varlı olmaq, imkanlı olmaq, problemləri həll etmək mümkün olduğu halda Allahdan qorxub o günahlardan əl götürürlər, üz çevirirlər. Allah hamımıza qismət eləsin belə bir təqvanı, vəranı. Çünki Allah-u Teala'nın qorxusu, eşqi, sevgisi, sevdası onların qəlbinə dolubdur. Nə vaxt? Şaban ayında. Şaban ayında Allah-u Teala Kəbəyə nəzər yetirir. O nəzər yetirəndə bir cihazdır. Məsələn, şəkər ölçən aparatdır, cihazdır. Və sən ora bir batareya qoyulur. O qoyanda o göstərir ki, sənin qanında şəkərin miqdarı nə qədərdirsə. Saata da bunu misal çəkə bilərsiniz və digər cihaz, elektrik cihazlarına da. Kəbə bu kainatın akkumulyatorıdır. Və oradakı qara daş ki, onun küncündədir, tinindədir. O da bizim əməllərimizi özündə saxlayan bizim qara yeşiyimizdir. Allah-u Teala nəzər yetirir. Nəzər yetirən kimlər ki, Kəbə ilə müştaqdılar. Ey əllərində imkan olanlar. Bu Şaban ayında ümrə ziyarətinə getsəz nə gözəl olar. Bizim şimdi dua etsəniz, biz də sizə minnətdar olaraq və Kəbəyə o təcəlli olanda möminlərin qəlbləri iman nuru ilə münəvvər olur, şövqə gəlirlər. Şaban ayında digər məxsusi bir hadisələrdən birisi də budur ki, demək ki, Peyğəmbərimiz əleyhissalam Meyraca gedəndə Məşül Əqsaya gəlir. Məşül Əqsaya üzünü tutaraq 124 min Peyğəmbərin ruhlarına orada namaz qıldırır və sonra hicrət eləyir, Mədinə Münəvvərəyə gəlir. Mədinə Münəvvərəyə gəldiyində Mədinə şəhərində üzünü həmin Məşül Əqsaya tutaraq namaz qıldırır sahabelərdən. Amma qəlbi nagirandır. Kəbəyə üz tutmaq istəyir. O biləcəyi bir şeylər var. Kəbənin qiblə olacağına dair. Amma vaxtı gəlibmi, gəlməyibmi, tez-tez üzünü göyə tutur. Və Allah-u Teala Peyğəmbərimizə ayə nazil edir ki, "Fəvalli vechhaka şatral məscidil haram." Nə buyurur? Artıq üzünü Məscid-i Haram tərəfinə çevir buyurur. İkindi namazında Qibləteyn məscidi var Mədinədə. Ziyarətə gedənlər oranda gedib ziyarət edirlər. İkindi namazını qılana halət-i rükuda ikən Peyğəmbər əleyhissalam üzünü Məscid-i Əqsada, Məscid-i Harama çevirir.
möminlər, sadiqlər, artıq düşüncələr başlarında olmayan, qəlbləri Peyğəmbər əleyhissalatu vesselama bağlı olan, şək şübhəni özlərindən uzaq tutan insanlar Peyğəmbərlə çevrilir, sualsız, neçünsüz, niyəsiz Kəbəyə. Amma münafiqlər, şərtlə iman gətirənlər, Peyğəmbərin danışdıqlarına ehtiyatla yanaşarlar və s. onlar dönmürlər. Beləliklə, münafiqlərlə möminlər orada ayrılmış olur və bizim qibləmizin də, Kəbəmizin də Məkkə olaraq, Kəbə olaraq, istiqamətimizin də, qibləmizin də Kəbə olaraq müəyyənləşməsi bu Şaban ayında olubdur, möhtərəm cəmaət. Bismillah. Digər Şaban ayında baş verən mühüm hadisələrdən birisi də budur ki, Allah-u Teala Şaban ayında əməllərimizi mələklərə tapşırır ki, ona ərz etsinlər. Məlum olsun ki, əməllərin Allah-u Teala'ya ərz olunması bir neçə hadisə ilə baş verir. Birincisi budur ki, günorta vaxtı azan verəndə əməllər Allaha ərz olur. Və Peyğəmbərimiz də günortadan əvvəl, cümə namazından əvvəl 2 rükət və ya 4 rükət sünnət qılması bu səbəbləndir. Digər hadisə, Peyğəmbərimiz əleyhissalam hədisi ilə deyək, gecə və gündüz mələklərin sabah, yəni səhər vaxtı və ikindi namazında növbə dəyişdirərək Allahu Teala'ya, onun mənəvi huzuruna yüksəlib, qulların gecə və gündüz etdikləri əməlləri Allahu Teala'ya ərz edərlər, buyurur Peyğəmbərimiz əleyhissalam. Nə vaxt? Hər gün, gündə 2 dəfə. Səhər və ikindi namazından sonra axşam mələklər əməllərimizi Allah Teala'ya ərz edirlər. Bir digər hadisə həftədə Peyğəmbər əleyhissalatu vesselam buyurur ki, tu'ridul a'mal yevmil isneyn vel xamisi fe uhibbu an yu'rada amaliye ve ana saim. Demək ki, burada yevmil isneyn vel xəmis demiş olduğu günlər indi bizim istifadə etmiş olduğumuz həftənin içindəki 1-ci gün və 4-cü gündür. 1-ci gün bazar ertəsi və cuma axşamı. Bizim əməllərimiz Allah-u Teala'ya mələklər tərəfindən ərz olunur. Peyğəmbər deyir ki, mən də bu günlərdə 1-ci və 4-cü gün oruç tuturam ki, mənim əməllərim Allaha ərz olunanda mən də oruclu sayılım. Oruç tutmuş kimi bilinim. Şaban ayında digər olan mühüm hadisə budur ki, demək ki, Allah-u Teala ərz olunmaq deyəndə eyni zamanda Şaban ayının 15-də bizim əməllərimiz Allah-u Teala'ya ərz olunur. Və kim öləcək, kim qalacaq, harda müharibə olacaq, harda sülh bağlanacaq, nə yağış yağacaq, kim öləcək, qar yağacaq, zəlzələ olacaq, vulkan çıxacaq. Bunlar hamısı Şaban ayının 15-də müəyyənləşdirir və Allah-u Teala'ya əməllər ərz olunur. Demək, Həzrəti Ayşə anamız buyurur, İnnəlləhə, Ayşə anamız buyurur ki, Peyğəmbər əleyhissalatu vesselam buyurur, İnnəlləhə yəkdibu fiyyə alə kulli nəfsin məniyyətə tilkə sənəti fəuhibbu ən yətiyəni əcəli və ənə saim. Şübhəsiz ki, Allah-u Teala o ildə kimlər öləcəksə, onların siyahısını mələklərə çıxartdırar. Bu Şabanda olan mühüm hadisələrdən birisi də budur. Mən də əgər əcəlim çatıbsa oruclu olum. Onun üçün oruç tuturam Şabanda, deyir Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Demək ki, bu ayda olan mühüm hadisələrdən birisi də budur ki, kimin ölüb qalacağı Şaban ayında müəyyənləşdirilir, möhtərəm cəmaat-ül müslimin. Şaban ayında edilməsi lazım olan mühüm işlərdən birisi də oruç tutmaqdır. Çünki Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, mən sama min şabana yevmən, kim Şaban ayında bir gündə olsa oruç tutarsa, harramallahu cəsədəhu ələnnar, Allah Teala onun canını cəhənnəmə haram eləyər və kana rəfiqə Yusufə fil cinan, cənnətdə Yusuf əleyhissalama onu qonşu eləyər və ətahullahu səvabə Əyyub və Davud və Allah-u Teala ona Əyyub və Davud əleyhissalamın savablarını verər. Nə qədər o iki peyğəmbərin savabı varsa, o qədər ona savab verir.
Ruya anin Nebi sallallahu aleyhi ve sellem, yəni Peyğəmbərimiz əleyhissalamdan rəvayətdir ki, Şabanu cünnetu minənnar. Şaban cəhənnəmə qarşı bir dənə qalxandır. Fəmən və kim ki əradə ən yəlqani, və hər kim ki istəsə mənə mülaqi olsun, yəni Peyğəmbərə mülaqi olsun, qovuşsun, cənnət onunla olsun, Peyğəmbər əleyhissalam olduğu saadətli yerdə onu xatırlasın. Peyğəmbər kimlə olsun? Peyğəmbərlə olsun. Onun kimi pak olsun. Onun şəfaətinə nail olsun. Neynəsin? Fəlyəsumhu vələv səlasətə əyyam. Oruç tutsun. 3 gün belə olsa. Ruviyə anin Nəbi sallallahu aleyhi və səlləm, Peyğəmbər əleyhissalatü vesselam rəvayətdir ki, Nəqqu əbdənəkum bisəvmi Şaban lissiyami şəhr Ramazan. Təmizliyindir bədənlərinizi Ramazan ayının orucu üçün Şaban ayında oruç tutmaqla. Ramazan ayında oruç tutmaq üçün Şaban ayında oruç tutun və bununla bədənlərinizi təmizləyin. Fəma min əbdin yəsumu thəlasətə əyyamin min Şəbanə thumma yusalli aleyyə miraran qəblə iftarihi. Kim nə etsə, 3 gün oruç tutsa Şaban ayında və iftara gəlib yaxınlaşanda çoxlu üst-üstə salavat-ı şərifə gətirsə, oruc açmazdan əvvəl, İlla ғəfərəllahu ləhu ma təqəddəmə min zənbihi, Allah-u Teala o günə qədər olan onun günahlarını bağışlayar. Və əxbərən Cibrilu, və Cəbrail əleyhissalam deyir, mənə xəbər etdi ki, buyurur Peyğəmbərimiz, Ennəllahu Teala yəftəhu fi hadə şəhri 300 babin min rəhməti. Cəbrail əleyhissalam mənə xəbər etdi ki, şübhəsiz Allah-u Teala bu ayda 300 rəhmət qapısını açar. Yəni bizim bəxtimiz, ruzumuz, maddi olaraq saymış olduğumuz şeylər, səhhət, afiyyətimiz, bolluq, bərəkətimiz, qulağımızın, başımızın dinc olması mənən göylərdədir. Biz itaat və ibadətlə onları oradan meyvə dərən kimi dəririk. İtaat və ibadətlə meyvə olaraq dərməsi, əgər Allah öz lütfü ilə versə verəcək, verməsə də pis əməllərimizə münasibdir, oradan bəla müsibəti üstümüzə yağdıracaq. Bəlaların rəddi dəf olması üçün, rəhmət və bərəkətin özümüz üçün, millətimiz üçün, dünyamız üçün, bütün bəşəriyyət insanlar üçün oradan nazil olunmasını istəyiriksə, 3 gün Şaban ayında oruç tutaq və o iftara yaxında üst-üstə çox salavat şərifə gətirib iftar edək. Bəli, möhtərəm cəmaətül müslimin. İmam-ı Əli kərrəməllahu vəcəhə və radiyallahu anh həzrətləri buyurur ki, Rəcəbin 13-cü gününün orucu 3000 il oruç tutmaq kimidir. 14-cü günü oruç tutmaq 10.000 il oruç tutmaq kimidir. 15-ci günü isə 13.000 il oruç tutmaq kimidir, möhtərəm cəmaat. 3 gün. Bunu adda budda tuta bilərsiniz ayın 15-nə qədər. Və ayın 15-də olan əyyam biz günləri ki var, hər ayda tutmağımız tövsiyə olunan oruclardır. Çalışmaq lazımdır ki, Şaban ayının 13-ü, 14-ü, 15-i xüsusən oruç tutaq. İnsanların başına gələcək ən dəhşətli hadisələrdən birisi insanın ölüb qəbrə girməsidir. Qəbir çox dəhşətli bir yerdir. Bu bizə zarafat gəlməsin. Bunu biz yüngülə almayaq. Qəflət pərdəsini gözümüzdən götürək. Adicə mən televizorda, məsələn, internetdə izləyən baxır, görürəm ki, məsəl üçün, yerin nə qədər altında kömür çıxartmaq üçün dinamit qoyurlar. Onu yandırır və tez-tez yüngülərək o yerdən, şaxtadan çıxmaq istəyir. O oradan çıxıb qutarana qədər mənim bağrım çatlayır ki, uzaqlaşsın ki, o əgər partlasa onun altında qalacaq. O dar yerdə, o qaranlıq yerdə qalmaq nə deməkdir? Və yaxud da vadalazları göstərirlər ki, kəşf olunmuyub, tədqiq olunmuyub və girlər neçə kilometrlər dərinə vadalazlar və orada suyun altındakı mağaraları və s. yerlər tədqiqat edirlər. Bir də baxıb görürsən ki, onun akvalandın o oksigen
balonu ilişir və yaxud da ki, özü orada neyəsə ilişir. O oradan çıxana qədər mən baxıram, mənim hölənək oluram. Bağrım çatdır nə vaxt çıxacaqsa. Böyle bizim gördüyümüzdür. Biz özümüz qəbrə girəcəyik. Bir günləri mütləq bizi o qəbrə salacaqlar. Üstümüzə daşlar düzəcəklər, üstümüzə tonlarla torpaq tökəcək və bizi orada qoyacaqlar, gedəcəklər, güya bizə yaxşılıq eləyəcəklər. Sonra gəlib üstümüzə əlavə beton da tökəcəklər. Sonra gətirib üstümüzə atam, anam vay deyib mərmərlərdən daşlar da qoyacaqlar. Güya yaxşılıq eləyirlər bizə. Biz də qəbirdəyik. Münkər nəkirlə kaburgalar bir-birinə keçəcək halda mənəm deyib gəzdin. Haram libas geyib gəzdin. Ramazanda yiyib gəzdin. Nə qazandın bu dünyada? Vay halva o dünyada. Bu dünyadan köçdü ellər. Əcəl camın iç deyərlər. Gəl qəbrə düş deyərlər. Nə qazandın bu dünyada? Vay halva o dünyada. Ağacdan tökülər yapraq. Xələtün biçlər ap-ağ. Ayaq altda qalan topraq. Axır bir gün udar səni. Möhtərəm cəmaat, ölmək var, qəbrə girmək var. Bunun çarəsinə baxmaq lazım. Neyiniyək ora? Otaq mı tikək? İstilik mi çəkək? Neyiniyək ora? Telefon mu qoyaq xəbərləşmək üçün? Bunun çarəsi nədir? Alimlərimiz burla qəbrin 4 çarəsi var. Bunları etsin, qəbirdə Allah-u Teala sənə rahatlıq verəcək. Müəyyən qədər rahatlıq olacaq. Bunlar hansılardır? 1. Mütəmadi olaraq Qur'an-ı Kərim oxumaq dünyada. Əvvələn Qur'an-ı Kərimi oxumağı öyrənmək lazımdır. Öyrənməsək belə kim Əlhəm, Qul Huvallah, Ayətəl Kürsi, Fələq, Naz hansı surələri bilirsə onu mütəmadi oxumağa davam etsin. Özünün qabağına məqsəd qoysun. Hər gün 100 Qul Huvallah şərif oxuyacağam. Mən Fələq, Naz surələrini tez-tez oxuyacağam. Mən Ayətəl Kürsini tez-tez oxuyacağam. Evdən çıxanda, evə girəndə Fatih Şərif surəsini hər qəribə əlamətlər, hadisələr görəndə, əcib hadisələr görəndə mən Fatih surəsini oxuyacağam, Allah da zikr eləyəcəm. Qur'an oxumaq insanı qəbrin əzabından qurtarır. 2. Harda olursa olsun xəbər tutsa ki, yetim var, o yetimlərlə maraqlanmaq, onları ikram etmək. 3. Rəcəb və Şəban ayının əyyam bizində 13, 14, 15-ci günlərində oruç tutmaq və gecə bir yarısı durub təhəccüd namazını namazla işıqlandırmaq, təheccüd namazını qılmaq. Yəni gecənin yarısını təheccüd namazı ilə nurlandırmaq, möhtərəm cəmaat. Bunlara diqqət etməkdə fayda vardır. Yəni İmam Əlidən bir hədis şərif var, onu xatirinizə ərz edib söhbəti tamamlamaq istəyirəm. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, Cəbrailin və Allah-u Teala'nın mələklərinin 7-ci qat səmadan dünya səmasına enişləri Şabanın yarı gecəsindədir. Allah-u Teala'nın mələklərinin 7-ci qat səmadan dünyaya tamam nazil olma Şabanın 15-indədir. O halda onun gününün orucuna rəğbət edin. Yəni Şaban ayını heç tuta bilmirsən. Şaban ayını tuta bilmədin hamısını. 3 gün tut əyyam bizdə. Bacarmadın 1 gün tut. O da 15'i. İnşallah 15'ine məxsus Allah qismət eləsin xüsusi söhbətimiz olacaq. Şabanın yarı günü salih insanlar və cinlər və quşlar, yabani heyvanlar, yəni çöl heyvanları, yırtıcı heyvanlar, davarlar, dənizlərin balıqları və yer üzünün böcəkləri belə oruclu keçirirlər Şabanın 15'ini. Heyvanlar oruçdur, bəli onlar da məxsus orucları vardı. Yəni görüb sizə deyirəm, mənim ustadım Mövlana Şeyh Siracəddin Əfəndi Qudsə Sırrı Həzrətlər bir pişiyi var idi. Səhər onunla səhra dururdu, onunla yeyirdi. Bütün günü oruc olurdu. Bir də o iftara oturanda onunla Peyğəmbər ustazımız rəhmətullah aleyhinə iftar eləyirdi. O gün boyu su içmirdi, yemək yemirdi. Heyvanların da özünə məxsus orucları var. Bəli, Allah-u Teala onu bəzən salih kimsələrin qapısında bizə göstərir. Şaban ayının 15'inde bütün məxluqat oruc olur özlərinə məxsus şəkildə və onu oruclu keçirməyə də Şabanın 15'ini bizə Peyğəmbərimiz əleyhissalam tövsiyə edir. Allah-u Teala bizləri əmələ müvəffəq eləsin. Neyin yaxşı olduğunu biz bilə bilmərik. Allah bizə bildirsin. Və neyin yaxşı olduğunu ki biz Peyğəmbərimiz əleyhissalamın Allahın bildirməsi ilə bildik. Bunları icra etməyə, yerinə yetirməyə Allah-u Teala bizə
müvəffəqiyyət versin, sağlıq, səhhət versin, maddi, mənəvi imkanlar versin ki, o qurban olduğum Allah Taalanın xidmətində dura bilək. Xeyirlərin fəthi, şərlərin dəfi Allah Taalanın rızası üçün. Əl-Fatihə.